Sumqayıt şəhərində regionda ilk Meyitdən orqan nəqli uğurlu təcrübədən gələcəyə doğru adlı beynəlxalq elmi konfrans keçirilib. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tərgül dəstələr düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev mərkəzində təşkil olunan konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, media və ictimaiyyət nümayəndələri, səhiyyə işçiləri, tibb mütəxəssisləri və aidiyyatı qurumların nümayəndələri iştirak edib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, yaxın müddətdə meyitdən orqan transplantaziyası daha da sürətlənəcək. O qeyd edib ki, meyitdən orqan köçürülməsinə ciddi baxmaq lazımdır. Sumqayıt həkimlərinin də bu sahədə aktiv işləməsi önəmlidir. Məlumata görə bu il ölkədə ümumilikdə 305 nəfərə orqan nəql edilib. Bu çox azdır. Hesab edirəm ki, yaxın müddətdə meyitdən orqan transplantaziyası daha da sürətlənəcək deyib Zakir Fərəcov əlavə edib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov qeyd edib ki, vəfat etmiş donorun tibbi və şəxsi məlumatlarının məxfi saxlanılması ən vacib məsələlərdən biridir. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, Milli Məclis orqan və toxuma transplantaziyası haqqında mükəmməl bir qanun ərsəyə gətirib, qəbul edib. Buna qədər 4 dinləmə, çox sayda müzakirə məhz bu məsələyə həsr edilib. Daha sonra aidiyyatı üzrə koordinasiya mərkəzi yaradılıb. Çox böyük uğurlara imza atılıb. Millət vəkili Hicran Hüseynova keçirilən konfransın əhəmiyyətindən danışıb. Təbibin icraçı direktorunun müavini Anar İsrafilov, orqan köçürülməsi sahəsinin inkişafındakı icbari tibbi sığortanın tətbiqinin oynadığı vacib rolu diqqətə çatdırıb. Konfransda meyitdən orqan nəqli, transplantasiya sahəsində görülən işlər, bu istiqamətdə beynəlxalq təcrübə və gələcək hədəfləri müzakirə olunub. Şəmistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.